Salam, əziz və hörmətli izləyicilər. Bugün sizə mədə xora və yaraları, unçubarmaq bağırsağın xorası problemi olan vətəndaşlara bu yaranma səbəbi və ortadan necə qaldırmaq olar və sağlamlığımıza necə qovuşmaq olar haqqında məlumat verəcəm. Demək ki, mədə xorasının və unçubarmaq bağırsaq xorasının meydana gəlmə səbəbi qoruyucu təbəqə mikozanın funksiyasının pozulması nəticəsində meydana gəlir və burada helikobakterlər tərəfindən demək həmin o pozulmuş hissələrdə yaralar meydana gəlir və bu yara və xoralar bizdə hansı hallara baş verir? Göynəmə, gərimə, köp, qusma, tez-tez acmaq, çəkinin itirilməsi, yemək yediyimiz zaman ağrıların yoxa çıxması və bol miqdarda yemək yeməklə mədəmizin daha çox böyüməsinə səbəb olur və yaranın daha da genişlənməsinə səbəb olur. Demək, bunun da nəticəsində qəbizlik və ishal problemi meydana gəlir. Eyni zamanda həzmsizlik meydana gəlir. Çünki bizim bədənimizdə olan fermentlər, demək, həzm fermentləri tripsin, lepsin və pepsin bu qədər çox yeməyin həzmini əmələ gətirə bilmir. Və həzmsizlik meydana gəldiyi andan etibarən yoğun bağırsağımızda anaerobik bakteriyalar tərəfindən yanıcı boğucu qazlar meydana gəlir və bu yanıcı boğucu qazlar orqanizmdən xaric edilmədiyi zaman yenidən qan damar sistemimizə qoşularaq qaraciyər sistemimizi sıradan çıxardır. Bunun qarşısını ala bilmək üçün iki metod var. Birinci metodumuz cərrahi əməliyyatıdır. Bu yara və xoraları oradan cərrahi metodundan götürürük və təmiz hissələri bir-birinə bərpa edirik. İkinci yöntəm isə təbii yöntəmdir. Əlimdə gördüyünüz bax bu iki məhsul, xitozan məhsulu və TNS-ə aid olan metabolik lipid çayı. İkisini bir arada içdiyiniz andan etibarən həzmsizlik, köp, ishal, qəbizlik və eyni zamanda mədə xora və yaraları tamamilə ortadan qalxır. Xitozan məhsulundan gündə 4 kapsul, TNS məhsuluna aiddir və metabolik lipid çaydan isə gündə 2 litr içmək surəti ilə qan damar sisteminiz təmizlənəcək. Əlavə olaraq gemoroid və düz bağırsağın çarxı problemi ortadan qalxacaq. Həzmsizlik, ishal və əsasən də mədə və unçubarmaq bağırsağımızda mövcud olan yara və xoralar tamamilə ortadan qaldırmış olacaq. Hamınıza sağlam can arzu edirəm. Kim istərsə bu məhsuldan əldə etmək bizimlə əlaqə saxlasın. Azərbaycanın hər yerinə çatdırılması var. Allah şifa versin.